Əvvəlcə digər aktual məsələlər barədə danışaq. Xəbər verdiyimiz kimi Bakının Sabunçu rayonunda yerləşən fərdi yaşayış evində partlayış baş verib. Uşaqlar da daxil olmaqla 5 nəfərin xəsarət aldığı deyilir. Hadisənin baş vermə səbəbi nədir? Ümumiyyətlə biz hansı təhlükəsizlik qaydalarına əməl etməliyik? Hansı təhlükəsizlik qaydaları pozulub? Elə bu istiqamətdə danışacağıq və təhlükəsizlik üzrə ekspertin fikirlərini öyrənəcək Pərvin. Pərvin, hər vaxtın xeyir olsun. Salam Çinarə, bəli, bundan əvvəlki saatda elə Sabunçu ərazisində olan partlayışla bağlı canlı bağlantıdaydıq. Xəstələrin vəziyyətini tamaşaçıların diqqətinə çatdırdıq. İndi isə bu qaz sızması nəticəsində son zamanlarda olan partlayışlardan qorunmağın yolları istiqamətində istəyərdim ki, təhlükəsizlik eksperti ilə onun fikirlərini sizlərlə bölüşək. Müsahibimiz Orxan Musayevdir və istəyərdim ki, Orxan bəy, bu qaz partlaması nəticəsində, daha doğrusu qaz sızması nəticəsində baş verən partlayışların qarşısını almaq istiqamətində nə kimi tövsiyələr edə bilərsiniz? Qış mövsümünün gəlişi ilə əlaqədar qaz sızması nəticəsində partlayış hadisələrinin sayında artım müşahidə olunmaqdadır. Təbii ki də qaz cihazlarına tələbatın artması nəticəsində təhlükəsizlik qaydalarına da ciddi şəkildə riayət olunmalıdır. Yəni, tələbat artdıqca təhlükəsizlik qaydalarına daha ciddi və daha məsuliyyətlə əməl olunmalıdır. Qaz xətlərinin, qaz cihazlarının quraşdırılması, layihələndirilməsi zamanı artıq təhlükəsizlik qaydalarının tətbiqi başlanmalıdır. Belə ki, kustar üsulla standartlardan kənar qaz cihazlarının, qaz sobalarının quraşdırılması, istismarı yol verilməz hesab olunur. Bu tip cihazların istifadəsi və istismarı zamanı çox böyük ehtimal var ki, qaz sızması nəticəsində partlayış hadisələri baş versin. Əsasən ölkəmizdə tətbiq olunan yeni qaydaların tələblərinə görə vanlı otaqlarında qazla istismar olan cihazların quraşdırılması qadağan edilibdir. Bu qaydanın tətbiq olunmasında əsas məqsəd həm vanlı otaqlarında qaz sızması nəticəsində partlayış, həm dəm qazından zəhərlənmə hallarının sayının minimuma endirilməsidir ki, bu da beynəlxalq təcrübədən tətbiq olunmuş bir qaydadır. Qaz sızması nəticəsində partlayış hadisələrinin qarşısının alması üçün qaz detektorlarının quraşdırılması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yeni istismara verilmiş binalarda bu qaz detektorlarının quraşdırılması məcburi xarakter daşıyır. Lakin köhnə tipli binalarda bu qaz detektorlarının quraşdırılması artıq vətəndaşın üzərinə düşür. Ona görə də bu qaydalar məcburilik prinsipi əsasında həyata keçirilməlidir. Qaz detektorlarının quraşdırılması könüllülük əsasında olmamalıdır. Çünki hər hansısa bir qaz sızması mövcud olarsa, bu qaz detektoru dərhal işə düşür və mənzilə verilmiş qazın istismarını dərhal dayandırır və bununla da qaz sızması nəticəsində partlayış hadisələrindən sığortalanmış oluruq. Təşəkkür edirəm Orxan bəy. Belə Çinarə bizim müsahibimiz Orxan Musayev idi, təhlükəsizlik eksperti və həm bu gün baş verən, həm də son zamanlarda xüsusən də yaşayış evlərində, binalarında baş verən qaz sızması nəticəsində baş verən partlayışlarla bağlı informasiyalar bizim diqqətimizə çatdırdı və xüsusilə vətəndaşların diqqət yetirməli olduğu nüanslar vurğulandı və həmçinin də qeyd olundu ki, qaz detektorları quraşdırılmalıdır. Bunlar nədir? Elə ekspertin də dediyi kimi, hər hansı bir qaz sızması olduğu zaman anında siqnalizasiya sistemi işə keçir və bu da həm vətəndaşların, həm də ki, təhlükəsizliyin təmin edilməsi baxımından əlverişli bir üsuldur və gələcəkdə də bu üsulun tətbiqi nəticəsində bu kimi proseslərin qarşısı alına bilər. Belə mənim hələ ki sənə çatdıracağım informasiyalar bu qədərdir. Sözü yenidən sənə ötürürəm. Çinarə. Təşəkkürümü bildirirəm Pərvin, məlumatları bölüşdüyün üçün.